Salam yoldaşlar. Bugün keçirilmiş OTK sınavının fizika suallarını nəzərə yetiririk. Başlayaq. 31. Linzanın optik qüvvəsinin vahidi hansıdır? Linzanın optik qüvvəsinin vahidi dioptriyadır. 31-də A. 34-də kapillər boruda qalxan mayın hündürlüyünün borunun diametri hansı qrafiq necədir? H bərabərdir 4 sigma bölünsün rho ş d. Diametrdən tərs asılıdır. Sonra 32. Hansı ifadə doğrudur? Sərbəst şən cismin potensial enerjisinin 30 jol azaldığı müddətdə enerji saxlanmağa qalan görə kinetik enerji 30 jol artır. Potensial enerji azalanda kinetik enerji həmin qədər artır. 35. Sxemin verilmiş hansı elementlərdən istifadə etməklə dəyişən cərəyanı düzəndirmək olar? Diodlardan istifadə etməklə düzəndirmək olar. Bu yarımkeçili diod, bu da vakuum diodu. Cavabımız olacaq 1-4, yəni 35-də B variantı. 33. Fəzanın müəyyən nöqtəsində elektromat dalğasında manis sahəsi induksiyasının rəqslərinin zamanı qrafiqi verilmişdir. Bu nöqtədə elektrik sahəsi intensivliyinin rəqslərinin zamanı təlyansıdır. Eyni fazada rəqs edirlər, yəni eyni qrafik alacaqlar, intensivliklə induksiya. Onda həmin qrafiki Y də intensivlik üçün ödənilir və bu kosinusoiddir. Kosinusoid, müsbət kosinusoid, yəni cavabımız olacaq Y variantı. Maksimaldan başladığı üçün kosinusoid, sıfırdan başlasaydı sinusoid idi. 36 riyazi rəqqas harmonik rəqs edir. Rəqqasın uzunluğunu 4 dəfə artırdıqda rəqslərin tezliyi necə dəyişər? Tezliyin ifadəsi nü bərabərdir. 1 bölünsün 2 kök altında J bölünsün L. Yəni tezlik uzunluqdan kök altı tərs asılıdır. 4 dəfə artırsa qiymət azalır və 4-dən də kök çıxsa olur 2. Deməli qiymət 2 dəfə azalır. 36 cavabımız olacaq B variantı. 37. Hansı qrafik fotoelektronların maksimal kinetik enerjisi işığın dağa uzunluğuna asdığını ifadə edir? Y kinetik max bərabərdir HC bölünsün lambda. Foton enerjisi çıxılsın HC bölünsün lambda. Max çıxış işi tərs astıdır və tərs astlığın qrafiki C variantı. 37-də cavabımız olacaq C. 39-cu xəttə hərəkət edən iki eyni 4 kilo kütləli cismin sürətinin press zamanı sıxı təngçələrinə əsasən element diaqrama uyğun bəndləri müəyyən edin deyir. Edək. Birinci x-ox istiqamətində bərabər yeniləşəndir. İkinci isə x-oxun əksi istiqamətində bərabər yeniləşəndir. Bərabərləşən hərəkət edir hər ikisi. X-ox istiqamətində sürətin başlanğıc sürəti müsbət olan, yəni birinci. X-oxun əksi başlanğıc sürəti mənfi olan ikinci. Əvəzedici qüvvə modulu 12-dir. Kütləni bizə verib 4. Əgər burada qüvvəni tapsaq, EMA ilə 3-ü vuracam 4-ə. Burada təcil 3-dür. 12 eləyəcək. Burada tapsam 4-ü vuracağım. Burada təcil 5-dir. Olacaq 20. Modul dediyi üçün mənfi nəzərə almadım. Ona görə də 12 qiyməti birinci aiddir. 20 qiyməti ikinci aiddir və əvəzedici qüvvə sürət istiqaməti isə bu yeniləşən hərəkətdir və yeniləşən də hər ikisidir. 6-cı variantda hər ikisinə aiddir. Deməli, cavabımız olacaq 2, 4, 3, 5, 1, 6, yəni A variantı. Davam edən növbəti sualımızdan 38. Çevrəcə bərabər sürətdə hərəkət edən cisim üçün hansı ifadə doğrudur? Çevrəcə bərabər sürətdə hərəkətdə sürət toxunan istiqamətində, təcil isə mərkəzə doğru yönəlir və bir-birindən 90 dərəcə bucaq altına yönəlirlər, yəni perpendikülər olurlar. 38 cavabımız olacaq B variantı. 40. Üfüqi dielektrik müstəvi səthi üzərindəki yüklər, kütlələr sükunətlərdir. Kübükə təsir edən qüvvə. Bunlar mənfi eyni işarə yüklər bir-birini itələyir. Qüvvələr biri sola, biri sağa gedir. Və sükunətdədirsə, sürtmə qüvvələri də kübürdə misal üçün sağadır, köküdə soladır. Bizə də deyir ki, kübükə təsir edən sükunət sürtmə qüvvəsi sağa yönəlir. Yəni 40-da cavabımız olacaq Y variantı. Sağa yönələcək. Sonra
41. İnduksiya xəttlərində perpendicular istiqamətdə bir cismi saçında daxil olan zərrəcinin hərəkət trayeksiyası göstərmişdir. Trayektoriya hansı zərrəcəyə uyğundur? Bu -3 zərrəcikdir. Çünki nöqtədir, əlimizin çölü bizə baxır. Bu zaman dörd barmaq hərəkət əksinə yönəlir. Yəni -3 zərrəcik olur. Hərəkətin əksinə sola yönəlir. Hərəkət sağadır, əksinə tuturuq, sola tuturuq və baş barmaq göstərir yuxarı. Yəni orası qüvvəsi yuxarı yönəlir. Deməli, bu -2 zərrəcikdir. -2 zərrəcik olduğu üçün cavabımız olacaq 2. Yəni D variantı. 44. Sükunət vəziyyətində düz xəttli bərabər tərzdə hərəkət edən cismin sürətinin proyeksiyası hansı ifadə təyin olunur? V bərabərdir AT, yəni C variantı. 42. Kondensatorun bir köynəyin yükü 8 nanokulondur. Onun digər köynəyin yükü nəyə bərabərdir? Biri müsbətsə, digəri mənfi olur. Yəni cavabımız olacaq D variantı. Bir köynək müsbət işlənir, digər köynək mənfi işlənir. Və kondensatorun yükü dedikdə mütləq qiymət götürülür, yəni müsbət götürülür. 45. Doyan su buxarının kütləsinin həcmi az qrafik verilmişdir. AB keçid zamanı doyan buxarın temperaturu necə dəyişər? M bərabərdir rho V. İkisi də artırsa, deməli sıxlıq sabitdir ki, ikisi də artır. Sıxlıq sabit olduqda temperatur da sabit olur. Yəni doyan buxarda P, rho, N, T bunlar eyni cür dəyişirlər. Yəni biri sabit qaldıqda digərləri də sabit qalır. Deməli hər ikisi sabitdir. 45-də cavabımız olacaq A variantı. 43. Hansı cihazların vasitəsilə yəni sərtliyini müəyyən etmək olar? Yəni sərtlik K bərabər F bölünsün X. Termometr və yaxud xəttkeşlə termometr yoxdur burada. F-in yerinə onu da yaza bilərəm mg. M kütlə, yəni tərəzi, X-də xəttkeş 2 ilə 4, yəni Y variantı. 46. Bir üzü dayaq üzərində olan çəkisiz çubuğun ortasından 400 qram yük asılmışdır. Yəni mg olsa bu qüvvə olacaq 400 qramdır. Yəni onda 4 kilodur. Bu bizə verəcək 10-da 4-ü vursam ona J-yə. Bu bizə verəcək 4. Deməli buradakı qüvvə 4-dür. Çubuğu tarzda saxlayan yayda yaran əks qüvvəsini hesablayın. Əks qüvvəsi yayda burada yaranır. Kx. Və Kx-in qolu, yəni elə elastikinin qolu 1, 2, 3, 4, 5, 6-dır. F elastik vur 6 bərabərdir. Mərkəzi qüvvə Emil, yəni 4 idi. 4 vurulsun qoluna. Qolu neçədir? 3. 4 vur 3. Dayağa kimi məsafəsi 3. Buradan elastik qüvvəsi bərabərdir. 12 bölünsün 6, yəni 2 Newton. Yəni B variantı. 47. Kalsiyanı açdıqda sabit cərəyan dövrəsinə qoşulmuş. Ampermetrin göstəricisi dəyişər. Ampermetr hər iki halda açdıqda da qapadıqda da yalnız bir dənə bu rezistora qoşulduğu üçün qiymət dəyişməz, sabit qalar. Açanda da, qapayanda da sadəcə buranı ölçmüş olur. 50. Ağ işıq suası Şuşa prizmadan keçdikdə onun ayrıldığı rəngi şuşalardan ən kiçik tezlikdən başda ilk beşi göstərmişdir. Hansı şuşa mavi ola bilər? Rəng şkalamıza görə bu qırmızı, bu narıncı, bu sarı, bu yaşıl, bu da mavidir. Mavi olan 5'dir. Yəni A variantı. Sıralamaya görə baxdım. 48. Hidrogen atomunun enerji səviyyənin diaqramı və təsvir edilmiş ikinci enerji səviyyəsində olan hidrogen atomunun iyonlaşma enerjisinə bərabər qiymət görünür burada. İkinci enerji səviyyəsində qiymət 3,4-dür. Yəni cavabımız 48-də Y variantıdır. 51. Ərimə temperaturunda olan 50 qram misi, yəni kütləsi %5'dir. Tərkibə üçün nə qədər stil miqdarı sərf edilməlidir? Yəni bu 5 vurulsun 10 üstü -2-dir. Stil miqdarı bərabərdir. Xüsusi məstili vurulsun kütlə 1,8 vur 10 üstü 5'i vururam kütləyə 5 vur 10 üstü -2'yə 1,8 5'e vuranda 9 10 üstü 5 10 üstü -2'ye vuranda 10 üstü 100 yəni 9 kilojoule yəni B variantı. 49. Düz xəttə hərəkət edən cismən təsirlənən qüvvələrin vəziyyətinin hərəkətinə əksinə yönəlmişdir. Yəni bərabər yavaşın hərəkətdir. Bu cismin sürətinin modulun zamanı qrafikanısıdır. Bərabər yavaşın hərəkət burada sürətin azaldığı, yəni B variantıdır. 52. Süni pek ətrafında darbe orbiti boyunca hərəkət edir. Pek başqa orbitə keçdikdə məksudlaşma təcili 10 dəfə artarsa sürət necə dəyişər? Təcil bərabərdir səbəşmə təcili. Bu da bərabərdir Jm bölünsün R kvadratı.
Yəni təcrid 16 dəfə artıbsa, deməli radius 4 dəfə azalıb. Yəni tərs kvadrat. Radius 4 dəfə azalıbsa, 4-ün kvadratı təcrid 16 dəfə artmış olur. Deməli radius 4 dəfə azalıb. Sürət də V bərabərdir. Nə ilə gedə bilərik? V bərabərdir kök altında Jn bölünsün R ilə. Birinci kosmos səthin ifadəsi. Burada görürəm ki, sürət də radiusdan kök altı tərs asılıdır. Yəni radius 4 dəfə azaldığı üçün sürət artacaq və 4-dən də kök çıxır, olur 2. 2 dəfə artacaq. 52-də cavabımız olacaq Y. 53. Kütləsi 40 qram olan, yəni %4 kilo cisim 20 metr, 25 metr hündürlükdən sərbəst düşmə müddətinə ağırlıq kütləsinin işi A bərabərdir mj h-dan elə tapırıq. M %4, J'si 10, H-ı da 25. Bu da bizə verəcək 10 Newton. İşçi olman ifadə olunur. 10 Newton. 54. İpdən asılmış kütləsi 2 olan cisim maya daxilində tarazdadır. İpdə yanan gəlmə qüvvəsi 12-dirsə, artma kütləsi neçədir? Deməli, gəlmə qüvvəsi ipdə yuxarı asıldığı üçün gəlmə qüvvəsi yuxarı yönəlir. İp hardan asılıbsa, gəlmə qüvvəsi o istiqamətdə olur. Və artma qüvvəsi də mayədə yuxarı yönəlir. Aşağıda bir mc çəkir ağırlıq qüvvəsi. Bu zaman mc'si, yəni 2 vur 10, 20-dir. Gəlmə qüvvəsi də 12-dir. Onda yuxarı doğru çəkən qüvvələrin cəmi T plus F artmet bərabərdir. Aşağı doğru çəkən qüvvəyə ağırlığa. Buradan da artmet qüvvəsini tapsaq, çünki tarazda olduqda yuxarı doğru çəkən qüvvələrin cəmi aşağı doğru çəkən qüvvəyə bərabər olmalıdır. Ona artmet qüvvəsi bərabərdir. Ağırlıq çıxılsın gərilmə, yəni 20 çıxılsın 12, fərq olacaq 8 Newton. 57. Verilmiş kütləlikdə qazın həcminin mütləq temperaturdan asılı qrafik göstərmişdir. Uyğunluğu müəyyən elə. Eləyək. AB hissəsi V də artıb, T də artıb. Onda izobardır, təzyiq sabitdir. Və buraya aiddir izobar prosesdir və həcm artdığı üçün izobar genişlənir. 1-ə uyğundur C. 2-də BC hissəsi. BC hissəsində həcm sabitdir və qrafik sağa doğru getdiyi üçün temperatur artır. Temperatur artırsa təzyiq də artır. Bizə də burada variantlara uyğun gələr. Həcm sabit qaldığı üçün sıxlıq da sabit. Sıxlığı dəyişmir, bura aiddir və izoxordur, həcm sabitdir. Temperatur artığı üçün izoxor qızır. 1-ə 2 uyğundur B-yə. 3-də də CD hissəsi. CD hissəsində temperatur sabitdir və həcm azalır. Həcm azalırsa təzyiq artır, sıxlıq da artır. Variantlara baxsam, uyğun gəldiyi variant hansıdır? Temperatur sabit olsun izotermik prosesdir və həcm artır, həcm azalır, sıxlıq artır, yəni izotermik sıxılır. 3-ə də uyğundur D variantı. A variantı qazın təzyiqinin azalması heç bir varianta uyğun gəlmədi. 1-ə C, 2-yə B-yi, 3-ə də D variantı uyğundur. Növbəti sualımız keçək 55-ə. Aktiv müqaviməti 50 ohm olan naqildə cərəyan şiddəti bu qanunla dəyişir. 20 saniyə müddətində naqildə ayrılan isti miqdarı. İsti miqdarın ifadəsi aktiv müqavimətdə İm kvadratı RT bölünsün 2-dir. İm bu tənişdə bu qiymətdir, yəni onda 8-dir. Onda 8-in kvadratı vurulsun. R aktiv müqaviməti 50-dir. Zamanı 20 saniyədir. Böləcəyəm 2-yə. Bu da bizə neçə verəcək ifadənin cavabı? 320. Çox. Sonra davam edelim növbəti sualımızdan. 56. Müsbət yük çubuğu yüksüz metal kürəyə toxunduqda nə baş verər? Müsbət yük çubuqdur və yüksüz metal kürəyə toxunanda artıq kürədən çubuğa elektronlar keçir. İki variantı doğrudur. Kürə yüksüzdür, yəni elektronların sayı protonların sayına bərabərdir, neytral haldadır və müsbət yük çubuq bu kürəyə toxunduranda artıq kürədəki elektronlar çubuğa keçir. Yəni müsbət yükə cəzb olunur və
Başqa hansı variantlar doğrudur? Kürə mənfi yüklənir. Xeyr. Kürə müsbət yüklənir. Müsbət yükü çubuq var. Yüksüz metal kürə toxunduranda çubuqdan kürə elektronlar keçir. Xeyr, kürədən çubuğa elektronlar keçir. Çubuq mənfi yüklənir. Xeyr, çubuq onsuz da müsbət yüklənir. Mənfi yüklənmir. Kürə və çubuğun yüklərinin cəbri cəmi dəyişmir. Bəli, elektrik yükün saxlanma qanunu ödənilir. Kürə və çubuğun yüklərinin cəbri cəmi dəyişmir. Yəni cavablarımız olacaq 2 ilə 5. Müsbət yükü çubuğu yüksüz metal kürəyə toxunduranda burada kürədən çubuğa elektronlar keçir. Yəni müsbətə cəzb olunur və kürə və çubuğun yüklərinin cəbri cəmi dəyişmir. 58. Rostatdan keçən cərəyan şiddətinin gərginlikdən asılı qrafiki verilmişdir. B və C hallarına uyğun müqavimətin qiymətlərini nəzərə almaqla cərəyan şiddətinin müqavimətdən asılı qrafikini qurun deyir. Quraq. AB hissəsində cərəyan şiddətinin qiyməti artır, gərginliyin də qiyməti artır, ikisinin də qiyməti artır. Deməli, müqavimət sabitdir. BC hissəsində gərginlik sabitdir və cərəyan şiddətinin qiyməti 4 dəfə azalır. Burada hər ikisinin qiyməti 4 dəfə artır. Onda cərəyan şiddəti 4 dəfə azalırsa, müqavimət 4 dəfə artır. Tərs asılıdır. CA hissəsində isə cərəyan şiddəti sabitdir və gərginlik 4 dəfə azalıb. Gərginlik 4 dəfə azalıbsa, müqavimət də 4 dəfə azalır. I bərabər U böl R ifadəsinə görə, onun qanuna görə baxdıq. Buradan U-nu tapsam, I R-dir. Bu qrafin çəkisi əvvəlcə AB hissəsində cərəyan şiddətinin qiyməti artdıqca gərginliyin qiyməti artıb və müqavimət sabit. Müqavimət sabitsə bu sabit hissədir və cərəyan şiddətinin qiyməti 4 dəfə artıbsa qrafik yuxarı doğru gedir. Belə sabit yuxarı. BC hissəsində gərginlik sabitdir. Cərəyan şiddəti 4 dəfə azaldı. Müqavimət 4 dəfə tərs butonasıdır. Tərs qrafik olacaq belə. Və müqavimət artdığı üçün müqavimətə, yəni erə doğru. CA hissəsində cərəyan şiddəti sabitdir və müqavimət 4 dəfə azaldığı üçün olacaq sola doğru və belə. Davamımız, qrafikimiz belə qurulur. Yəni, keçən növbəti sualımıza. 59. Şagird dinamometrə bağlanmış çəkisi 20 Newton olan yükü mali müstəvi boyunca bərabər sürətlə qaldırmışdır. Bu zaman dinamometrin göstərişi 16 Newton olmuşdur. Dinamometrin göstərişi yükün çəkisindən kiçik olmasının səbəbi. Səbəb odur ki, mali müstəvi sadə mexanizmdə qüvvədə qazanc əldə olunub və aşağı doğru bunu ağırlıq qüvvəsinin paralel toplanır. Yəni, mg sinüs alfa çəkir. Onda yaza bilərəm. Mg sinüs alfa bərabərdir. Qiymət neçə olub? 16 olub. Onda mg vurulsun. Sinüs alfası ucağın qarşısındakı katetin hipotenuza nisbəti, yəni h bölünsün s bərabərdir 16-ya. mg neçədir? 20-dir. 16. H bölsə neçə oldu onda? 16 bölü 20, yəni 5-də 4. Qazanc da qüvvədə qazancı k ilə işarələsəm 1 bölünsün sinüs alfa və yaxud s bölünsün h-dır. S və yaxud L bölü. Deməli, 5 bölünsün 4, yəni 1,25 dəfə qüvvədə qazanc əldə olunub ki, qiymət 20-dən düşüb 16-ya. Səbəbi budur. Qazanc əldə eləmişim müstəvidə. 1,25 dəfə qazanc əldə olunub. 4-də 5 dəfə qazanc əldə olunub ki, qiymət 20-dən düşüb 16-ya. Sonuncu sualda isə 60. 30 metr hündürlükdən səbəb şüşən dəmir kürəcik yerə dəyərkən mexaniki enerjinin 69%, yəni səbəb şüşürsə, bu potensial enerji 69%, yəni MGH-ın vur 69-a bölü 100-ə nəyə çevrilib? Daxil enerjiyə. Daxil enerjinin də yerinə yaza bilərəm. Daxil enerji Q ilə dəyişir və iş görməkdən bir də istilik miqdarı verməklə istilik miqdarının üstünü yaza bilərəm. Cm delta T-ni. Bu bərabərlik ödənilir. Daxil enerjinin çevrilir. Bu zaman temperatur dəyişməsini tap deyir. Əmlər ixtisar gedər. Enerji saxlama qanuna görə bu bərabərliyi yazdım. Delta T bərabər olacaq onda 69GH bölünsün 100C-yə. Qiymətlərinə qoysaq 69 vurulsun J10, H da 30-dur. Böləcəm 100, C də 460-dır. Və bir-birinə bölsəm qalacaq burada 0,45.
Hepato dəyişməsi 0-dan %45-dir. Bu qədər yoldaşlar, növbəti izahlarda görüşənədək özünüzdən müğayət olun.